Esselamu Aleyküm dəyərli izləyicilər. Bu günləri biz sizinlə yeni test toplusundan, Əbu Bəkir bölməsindən yalnızca yeni tipli, fərqli, maraqlı sualların izahları ilə tanış olacaq. İlk yeni tipimiz, təzə gördüyümüz, nisbətən çətin tipli olan sual 20-ci sualdır. 20-ci sualı həll edərkən biz baxırıq ki, burada tənliklər sistemi verilib. Tənliklər sistemində toplama üsulundan istifadə edərək mən onları alt-alta toplayıram. Alt-alta toplasaq əboblar gedəcək. 2 dənə əkobu toplayanda alınır bizdə 2 vurulsun əkob AB bərabərdir. 45 ilə də 55-i toplasaq alınacaq bizdə 100. Buradan əkob AB-ni tapmaq üçün 100-ü bölürəm 2-yə. Doğru cavabımız alınır 50. Gətirib yerinə 50 qoyuruq. Əgər əkob AB 50-yə bərabərdirsə, əbob AB də demək ki 5-ə bərabərdir ki, çıxanda 45 eləyir. Yazıram ki, əbob AB də bərabərdir 5-ə. Bizdən A vur B hasilini soruşur. Biz bilirik ki, əkob AB ilə əbob AB-nin hasili elə A vur B-yə bərabərdir. Yəni, A vur B-ni tapmaq üçün əkoba əboba vurmaq lazımdır. Yəni, 50-ni 5-ə vurmaq lazımdır. Doğru cavabımız alınacaq 250. Yəni, burada biz düşünmürük ki, o hansı ədədlərdir ki, əboba 5 eləyir, əkoba 50. Bunu düşünməyinizə ehtiyac yoxdur. Həmin ədədləri tapmanıza ehtiyac yoxdur. Siz sadəcə düsturu tətbiq edib yerinə qoymalısınız. Doğru cavabınız olacaq A variantı. 21-ci sual yeni tipli olmasa da çətin tipli suallarımızdandır. Ona görə 21-ci sualın da həlli ilə gəlin tanış olaq. Bizə deyir ki, cəmi 63 olan və ən böyük ortaq böləni 9 olan, yəni əbobu 9 olan 2 dənə natural ədədin ortaq olmayan sadə vuruqların hasilinin ən böyük qiymətini tapın. Yəni, bizə lazımdır C ən çox neçə ola bilər? Burada 2 ədədimizi özümüzdən A və B götürək. Yəni, A və B-nin əbobu bərabərdir 9-a. Əbobun 9 olması o deməkdir ki, həm A ədədi, həm də B ədədi 9-un hər hansı bir bölünənidir. Mütləq ki, A ədədində B ədədinin vuruqlarının arasında 9 var. Əks halda əbob 9 alına bilməzdi. Əbob nə deməkdir? Yəni, hər ikisinin də ortaq, ən böyük böləni 9-dur. Onda belə çıxır ki, bu iki ədədin hər ikisinin də tərkibində 9 varsa, 9-a bölünən ədədlərdirsə, mən onları bu şəkildə yaza bilərəm. A-nı götürəcəm 9x, yəni 9-a bölünən bir ədəd. B-ni də götürəcəm 9y, yəni 9-a bölünən bir ədəd. Və əgər onların əbobu 9 eləyibsə, demək ki, burada x-an y mütləq qarşılıqlı sadə ədəd olmalıdır. Niyə görə qarşılıqlı sadə olmalıdır? Çünki əgər qarşılıqlı sadə olmasa, x və y-in əlavə ortaq bir vuruğu olsa, məsəl üçün deyirəm, ortaq vuruq 2-dir. Həm x, həm də y 2-yə bölünür hər ikisi. Onda əboba əlavə olaraq 2 vuruğu da artırılacaq. Çünki ortaq əlavə vuruq var 9-dan başqa. Onda əbob artıq 9 olmayacaq. Bizim misalımızda əbob 9 olduğuna görə demək ki, burada ən böyük ortaq bölən 9-dur. 9-dan sonra böyük ortaq bölən yoxdur. Ona görə x və y mütləq qarşılıqlı sadə ədəd olmalıdır. Şərtdə deyir ki, bu ədədlərin cəmi 63-dür. Yəni 9x ilə 9y-in cəmi 63-ə bərabərdir. Buradan alınır ki, x üstəgəl y 7-yə bərabərdir. Qiymətlər veririk. 1, 6, 2, 5, 3, 4. Yerini dəyişməyimizə ehtiyac yoxdur. Artıq eyni şey olacaq ən sonda. C-ni tapırıq çünki. Və biz bilirik ki, ortaq olmayan vuruqlar burada elə x-an y-dir. Çünki əgər bunlar öz aralarında qarşılıqlı sadədirlərsə, demək ki, ortaq deyillər. Yəni, ortağı burada 9-dur, x və y isə tam tərsinə ortaq deyil. Yəni, bunlar ortaq olmayan vuruqlardır. Ona görə ortaq olmayan vuruqların hasili dedikdə, elə biz buradakı x-an y-in hasilini başa düşürük. Bizə onun ən böyük qiyməti lazımdır. Ən böyük 3 vur 4, 12 olacaq. Yəni, doğru cavabımız olur A bəndi 3 vur 4 bərabərdir 12. 22-ci sual, yeni tipli sual olmasa da, gəlin onun da izahı ilə tanış olaq. Baxın, bunu vuruqlarına ayırmalıyam. Hər ikisindən də ortaq vuruq 2-yə çıxır. Burada qalacaq 4n üstəgəl 3. Buradan da 2-ni çıxardıram, qalacaq burada 4n üstəgəl 5. 4n üstəgəl 3 ilə 4n üstəgəlsin 5 qarşılıqlı sadə ədədlərdir. Demək ki, əbob ortaq olanı burada nədir? 2. Hər ikisində də ortaq nə var? 2n var. 4n üstəgəl 3 ilə 4n üstəgəl 5 heç vaxt ortaq ola bilməzlər. N-in yerinə nə qoyursunuzsa qoyun, görəcəksiniz ki, onlar hər zaman qarşılıqlı sadə alınacaq.
İki vahid bir-birindən qabağadır və tək ədədlərdir. Yəni onlar ardıcıl tək ədədlərdir. Məsələn, baxın, n-in yerinə 1 qoyaq. Alınır 7, 9. N-in yerinə 2 qoyaq. 11, 13. Yəni bunlar ardıcıl tək ədədlərdir. Bu səbəbdən qarşılıqlı sadədirlər. Yəni onların əbubu 1-ə bərabərdir. Biz onu götürmürük. Biz götürürük ortaq olan 2n olduğu üçün 2n. Demək ki, əbobumuz 2n oldu. Yəni bu ədədlərin, bu 2 dənə şərtdə verilmiş ədədin əbobu 2n-dir. Yəni 20-yə nə bərabərdir? Elə bu 2n bərabərdir 20-yə. Demək ki, n 10 imiş. Gətirib n-in yerinə 10 qoyaq. Alınacaq əkob. Onun kvadratı 100 üstünə 10 gəlirəm 110. Üstünə 30 gəlirəm 130. 110 ilə 130-un əkobunu tapanda, məsələn, mən buradan 10-u ortaq vuruq çıxardıram. 11-dən 13-ün əkobunu tapıram. 11-dən 13 qarşılıqlı sadə olduğu üçün əkob onların hasilidir. 11-i 13-ə vururam. 143 arxasında 0 yazıram. Cavabımız oldu 1430. Növbəti suala baxaq. 23-cü sual. Bu da buna oxşuyur, amma yenə də gəlin baxaq. 23-cü sualda da əbob deyir bizə. Gəlin tapaq əbobumuzu. Burada ortaq vuruq bizdə n-dir təbii ki. N-i ortaq vuruq çıxartsam, burada qalacaq 2n üstəgəl 1. Buradan n-i çıxartsaq, qalacaq 2n üstəgəl 3. Yenə də 2n üstəgəl 1 ilə 2n üstəgəl 3 qarşılıqlı sadədirlər. Çünki onlar ardıcıl tək ədədlərdir. Ona görə də əbob sadəcə burada ortaq olanı n olduğu üçün n-ə bərabərdir. Gəlin bərabər edək n-ə. Yəni n bərabərdir nəyə? N kvadratı çıx 5n çıx üstəgəl 9. Bizdə özü verib. N kvadratı çıx 5n üstəgəl 9 bu ədədlərin əbobudur. Biz də tapdıq ki, bu ədədlərin əbobu n-dir. Yəni n-ə bərabərdir. Alınır n kvadratı çıxılsın 6n üstəgəl 9 bərabərdir 0-a. Müxtəsər Ruma düsturuna görə n çıx 3-ün kvadratı bərabərdir 0-a. Demək ki, n-imiz bərabərdir 3-ə. N-imizi tapdıq. Gətirəm indi n-i yerinə qoyuram. Alınacaq əkob 3 üstəgəl 2, 5. 3 üstəgəl 5, 8. 5 və 8-in əkobu isə 40-a bərabərdir. Doğru cavabımız oldu 40. 24 onun eynisidir, artıq onu izah etmirəm. Gəlin 25-ə baxaq. 25-ə deyir ki, m və n ədədlərinin cəmi 49-a bərabərdir. Onların əkobu 70-ə bərabərdir. Bu şərti ödəyən m və n natural ədədlərdən böyüyünü tapın. 25-ci sualı həll eləyərkən siz özünüzdən ədəd götürüb həll eləyə bilərsiniz. Amma mən sizə başqa bir həll yolu öyrədəcəm. Demək biz burada tapmalıyıq ki, əkobumuz 70-dirsə, demək ki, bu m və n ədədlərinin ortaq olan və olmayan vuruqlarının ümumi hasili 70-ə bərabərdir. Gəlin biz onun ortaq vuruqlarını tapaq, yəni əbobunu tapaq. Əbobu tapmaq üçün siz götürəcəksiniz, m üstəgəl n-i neçə veribsə və əkobu neçə veribsə, həmin o iki ədədin əbobunu tapırsınız. Yəni 49 və 70-in əbobunu tapıram. 49 və 70-in əbobu 7-yə bərabərdir. Demək ki, m ədədi də 7-yə bölünür, n ədədi də 7-yə bölünür. Yerinə qoyuram. M üstəgəl n 49-dursa, demək ki, 7x üstəgəlinsin 7y 49-a bərabərdir. Yəni, x üstəgəl y 7-yə bərabərdir. Əgər əkob m-in 70-dirsə, demək ki, əkob 7x 7y 70-ə bərabərdir. Buradan alıram ki, 7x 7y-in əkobu nə verir bizə? 7xy 70-ə bərabərdir. Demək ki, x, y 10-a bərabərdir. Niyə görə 7xy elədir? Çünki biz sizinlə bayaq dedik, burası üstürəm y yazmalıydım. Çünki biz sizinlə bayaq dedik, əgər əbobumuz 7-dirsə, bunlar 7-yə bölünən ədədlərdir və x-lə y qarşılıqlı sadədir. X-lə y qarşılıqlı sadədirsə, demək ortağı 7-dir. X-lə y də qarşılıqlı sadədir. Olacaq bunların hasili. 7xy 70-dir, x, y 10-dur. Demək ki, x-inin cəmi 7-dir, hasili 10-dur. Toplayanda 7, vuranda 10 eləyən ədədlər. 2 ilə 5. Demək ki, biri 2-dir, biri 5-dir. Gətirib yerinə 2 qoysam 14, 5 qoysam 35. Demək ki, ədədlərimiz 14 və 35 imiş. 26 da eyni onun kimidir. Eyni prinsiplə həll edə bilərsiniz. Davam edək 27 ilə.
İlk öncə siz bilməlisiniz ki, iki ardıcıl cüt ədədin əbubu və əkəbu nəyə bərabərdir? Qayda olaraq qeyd edirsiniz ki, iki ardıcıl cüt ədəd kimi biz ədədlərimizi götürsək A və B, yəni A və B bizdə iki ardıcıl cüt ədəd olarsa, o zaman A və B ədədlərin əkəbu bərabərdir A vur B böl 2-yə. A və B ardıcıl cüt ədədlər olduğu zaman isə əbub AB bərabərdir 2-yə. Onda iki ardıcıl cüt ədədin əkəbu. A yazıram onda. A vur B böl 2 üstə gəl 2 bərabərdir 222-yə. Buradan alınır ki, A vur B böl 2 bərabərdir 220-yə. Yəni A vur B bərabərdir 440-a. İki ardıcıl cüt ədəddə bir-birinə vuranda 440 edir. Təbii ki, 20 ilə 22-dir. Yəni ədədlərimizdən biri 20-dir, biri 22-dir. Bu ədədlərdən kiçiyini tapın. Doğru cavabımız alınır 20. Amma bunu həll yolu ilə həll eləsəz, A ilə B iki ardıcıl cüt ədəd olduğu üçün onda yazmalısınız ki, A-mız olacaq 2-nin, B-miz olacaq 2-nin üstə gəl 2. Bunlar iki ardıcıl cüt ədəddir. Gətirib yerinə qoymalısınız. Hər tərəfi 4-ə bölərsiniz. Çünki burada da 2 var, burada da 2 var ortaq vuruq. Ondan sonra vurub Viet teoremi ilə və yaxud da diskriminantla həll edib cavabları tapa bilərsiniz. Amma ətraflı yazı cavab olmadığı üçün bu şəkildə həll etməyə ehtiyac yoxdur. Elə baxanda düşünmək olur da bu ədədlərin ədədləri də o şəkildə götürmək olar. 28-də həmçinin eyni qaydada həll olunur. Gəlin 29-a baxaq. A-mızı götürəcəyik 2x. B-mizi götürəcəyik 5x. Yerinə qoyuram. Əkəb 2x 5x. Çıx əbob 2x 5x. Bərabərdir 54-ə. 2x və 5x-in əkəbu 10x eləyir. Əbobu x eləyir. Bərabərdir 54-ə. 9x bərabərdir 54-ə. X də bərabərdir 6-ya. Onda buradan A ədədini tapanda A-mız bərabər olacaq 2 vurulsun 6 12-yə. B-miz isə bərabər olacaq 5 vurulsun 6 30-a. A üstə gəl B cəmimizdə toplayanda alınacaq 42. Yəni mən 29-u yox 30-u həll edib. Onda gəlin bunu silək. Bura 30 qoyaq. İndi davam edək 31-ci sualla. 29 da onun eynisidir. Eyni qaydada A-ya 3x, B-yə 4x qoyub həll etmək lazımdır. 31-ci suala baxıram. 31-ci sualımızda mən buradan A-nı tapsam, 3-ü B-yə vuracam, A-mız bərabər olacaq 3B-yə. Yerinə qoysaq, əkəb, A-mız 3B-dir. 3BB bərabərdir 75-ə. 3B ilə B-nin əkəbı elə 3B-dir. Demək 3B 75-ə bərabərdir, B 25-ə bərabərdir. Bizə əbub AB lazımdır. A ədədimiz 3B idi. Yəni 3 vur 25, 75. B ədədimiz isə 25-dir. 75 və 25-in əbobunu tapanda biri digərinin böləni olduğu üçün əbob olacaq bizim B-miz. Yəni 25. Doğru cavabımız olacaq 25. 32-də eyni qaydada həll olunacaq. 33-ə baxaq. 33 tipli suallarda siz düşünürsünüz ki, normalda 57 ilə 38 olsaydı ortaq vuruq nə çıxardardım? 57-nin kvadratı ilə 38-in kvadratında da ortaq vuruq 10 çıxardacaqsan. Sadəcə qüvvətini 2 yazacaqsan. 57 və 38-in ortaq vuruğu 19-dur. Hər ikisi də 19-a bölünür. Biz amma 19 yox, 19-un kvadratını çıxardırıq. 57-ni 19-a bölündə 3 dəfə düşür. Yəni 3-ün kvadratı qalır. 38-i 19-a bölündə 2 dəfə düşür. Yəni 2-nin kvadratı qalır. Bu da bərabərdir. 19-un kvadratı vurulsun. 9-un üstünə 4 gəlirəm, 13. Yəni alındı 19-un kvadratı vur 13. Burada təbii ki, sadə ədədlər biz aldıq elə. 19, 13 ikisi də sadədir. Yəni bu hal-hazırda sadə vuruqlara ayrılışdı. Amma ola bilərdi ki, biz bunu toplayanda alardıq məsələn 6. Onda 6-nı təkrar vuruqlarına ayırıb 2 vur 3 kimi yazmalıydıq. Və yaxud ola bilərdi ki, ortaq vuruq olsun 6-nın kvadratı. Onda 6-nı 2 vur 3 kimi yazacaqdıq. Alınacaqdı 2-nin kvadratı vur 3-ün kvadratı. Buna diqqət etməliyik. Sadə vuruqların sayını soruşur, qüvvətdəki ədədləri toplayırıq. 2-nin üzərinə 1 gəlirəm, doğru cavabımız alınacaq 3. 35-ci sual.
35-ci sual üçün də biz qayda bilməliyik. Qaydamıza görə ardıcıl natural ədədlər qarşılıqlı sadə ədədlərdir. Yəni qarşılıqlı sadə ədədlərin əkobu bilirik ki, onların hasilinə bərabərdir. Yəni əkob AB A vur B-yə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əbobu isə 1-ə bərabərdir. Yəni əbob AB-miz olacaq 1. Yerinə qoysaq 3 vurulsun. Əkob AB-nin yerinə AB yazırıq. Çıx 2 vur. Əbob AB-nin yerinə 1 yazırıq. Bərabərdir 58-ə. 3AB bərabərdir 60-a, AB də bərabərdir 20-yə. Bizdən də elə AB hasilini soruşurdu. Doğru cavabımız olacaq elə 20. 36 da onun eynisidir. 37-ci sualımızda bizə deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 15-dir. Yəni C bərabərdir 15-ə. Əbob AB isə 30-a bərabərdir. Qeyd edirəm ki, əbob AB bərabərdir 30-a. Bizdən A + B cəminin ən böyük qiymətini istəyir. Düstur olaraq biz bilirik ki, əbob AB-nin kvadratı bərabərdir A vur B böl C-yə. Buradan onda A vur B-ni tapmaq üçün əbobun kvadratını, yəni 30-un kvadratını vurmalıyıq C-yə, yəni 15-ə. Əbobumuz 30-a bərabər olduğu üçün bu belə başa düşülür ki, bizim A ədədimizdə, B ədədimizdə 30-un bölünənidir. Çünki hər ikisinin də tərkibində 30 var. Bayaqları bunu demişik. Onda özümlə A-ya götürürəm 30x, B-yə götürürəm 30y. Yerinə qoyuram. Alınacaq 30x vurulsun 30y bərabərdir. 30-un kvadratı vur 15. 30-un kvadratı ilə buradakı 2-dən 30 gedir. Qalır x vur y bərabərdir 15-ə. Biz bilirik ki, buradakı x və y qarşılıqlı sadə ədədlərdir. Bir-birinə vuranda 15 eləyən ədədlər 1 ilə 15-dir, bir də 3 ilə 5-dir. Başqa bir də yerlərini dəyişdirə bilərik ki, onun da mənası yoxdur. Bizə şərtdə istəyirdi ki, A + B ən çox olsun. Hasilin çox olması üçün təbii ki, ədədlərimiz də çox olmalıdır. Əgər biz 1 ilə 15 götürsək, onda A ədədimiz olacaq 30, B ədədimiz olacaq 30-u 15-ə vursaq 450. Cəmi də alınacaq 480. Yerinə 3-5 qoysaydıq, 90-dan 150 eləyəcəkdi, toplayanda böyük ədəd alınmayacaqdı. Ən böyük alınması üçün 1-dən 15-i yerinə qoyduq. Yəni A-mız alındı 30, B-miz alındı 450, cəmimiz də alındı 480. Doğru cavabımız oldu 480. 38-ci suala baxaq. Həll etmək üçün təbii ki, ilk öncə vuruqlarını ayırmaq lazımdır. V teoreminə görə vuranda 6, toplayanda -5 eləməsi üçün köklərimiz -2 ilə -3 olmalıdır. Yəni n + 2, n + 3 bunun vuruqlarıdır. Yenə də V teoreminə görə vuranda 8, toplayanda -6 eləməlidir. Demək köklərimiz -2 ilə -4-dür. Yəni n + 2, n + 4 şəklində yazırıq. Aydındır ki, n + 3 və n + 4 iki ardıcıl natural ədəddir və ardıcıl natural ədədlərin əbobu 1-ə bərabərdir. Demək ki, əbob bizdə olacaq ortaq olanlar, yəni n + 2. Demək ki, n + 2 5-ə bərabərdir, yəni n 3-ə bərabərdir. Bu qədər. Növbəti, gəlin 40-a baxaq. Bizə deyir ki, bu ədədlərin sadə vuruqlarının sayı 8-dir. Biz bilirik ki, ədədin sadə vuruqlarının sayı qüvvətdəki ədədlərin cəmidir. Onsuz da 2 ilə 3 sadə ədəddir, yəni tam olaraq sadə vuruqlarını ayırıb qüvvətdəki ədədləri cəmləyək. M + n bərabərdir 8-ə. Natural bölənlərin sayı necə tapılır? Qüvvətlərin üzərinə 1 gəlirdik, vururduq bir-birinə. Yəni n + 1, m + 1 bərabərdir 24-ə. Gəlin vurub açaq. N + m + 1 bərabərdir 24-ə. N + m 8 olduğu üçün alınır ki, nm + 9 bərabərdir 24-ə. Buradan da alınır ki, nm bərabərdir 15-ə. Bizə lazımdır m/n-in modulu. Biz aldıq ki, mv-nin hasili 15 olmalıdır. Eyni zamanda da biz almışıq ki, mv-nin cəmi 8 olmalıdır. Vuranda 15, toplayanda 8. Demək ki, mv-nin nəyə bərabərdir? Biri 3-dür, biri də 5-dir. İndi hansı 3-də, hansı 5-də bu bilinmir. Ona görə onsuz da bizdən modulda cavab istəyir. Əks halda 2 cür cavabımız olardı. Modulda dediyi üçün fərqi yoxdur. Hansına 3, hansına 5 verirsən. 3-dən 5 çıxanda -2 eləyir, modulu 2 eləyir. 5-dən 3 çıxanda 2 eləyir, modulu 2 eləyir. Yəni hər ehtimal doğru cavabımız alınacaq. 5 çıxılsın 3 bərabərdir 2. 41-ci sualımıza baxırıq. 41-ci sualımızda əbob n-in kvadratı çıx 9, n kvadrat + n çıx 12. Eyni baxın yuxarıdakı sual kimidir.
Neyləməlisən? Vuruqlarını ayırmalısan. Bu eləyəcək bizdə n çıxı 3, n üstəgəl 3. Bu da eləyəcək bizdə vuranda -12, toplayanda -1. N üstəgəl 4, n çıx 3. Yəni 3-dən -4. Baxın, n üstəgəl 3 ilə n üstəgəl 4 ardıcıl natural ədədlərdir. Ardıcıl olduğu üçün əbubu 1-ə bərabərdir. Ona görə biz götürürük buradan ortaqlarını. N çıxılsın 3-ü. Demək ki, n çıx 3 bərabərdir 15-ə. Yəni n 18-dir. Gətirib yerinə qoysaq, alınacaq əkob 18-dən 7 çıxırıq 11 faktorial. 18 vur 2 üstəgəl 1, 37 faktorial. Faktorial nə idi? 1-dən başlayaraq 11 faktorialsa 11-ə qədər olan ədədlərin hasilidir. 37 faktorial 1-dən başlayaraq 37-yə qədər olan ədədlərin hasilidir. Və hər bir belə deyək, əvvəlki faktorial özündən sonrakının içindədir. Yəni 11 faktorial 30 faktorialın bölənidir, daxilində yerləşir. Çünki biri 1-dən 11-ə qədərdir, biri 1-dən 37-yə qədərdir. 1-dən 11-ə qədər olan ədədlərin hasili 1-dən 37-yə qədər olan ədədlərin hasilinin daxilində yerləşir. Yəni biri digərinin bölənidir. Ona görə də əkob böyüdür, yəni 37 faktorialdır. Yadda saxlayın ki, 5 daxil olmaqla və 5-dən böyük bütün natural ədədlərin faktorialı sonu 0-la bitir. Çünki 5 faktorialı tapanda belə orada 2 vur 5 vuruğu alınır, nəticə etibarən cavab 10 eləyir, yəni sonu 0-la bitir. Artıq 5 faktorialın sonu 0-la bitirsə, sonu 0-la bitən bir ədədi nəyə vurursansa vur, sonu yenə də 0-la bitəcək. Eyni zamanda siz düşünə bilərsiniz ki, 37 faktorialın içində 10 var, 20 var, 30 var. Məsələn, ən azından 4 vur 25 var, 2 vur 5 var. Bunun arxasında nə qədər 0 var. Ona görə də 37 faktorial alındığı üçün sonuncu rəqəmimiz olacaq 0. Doğru cavabımız 0. 42 tipli sualı yuxarıda izah eləmişdik. Orada bu formada verilmişdi. A böl B. Burada da A böl B verib. Eyni şeydə A-ya verəcəksiniz 3x, B-yə verəcəksiniz 4x və həll edəcəksiniz. Artıq onu izah etmirəm. 43-cü suala gəlin baxaq. 44-də ondan eynidir. 2 vurulsun əkob. M-in yerinə 2n qoyaq. 2n 3 üstü 2n. Çıx 3 vurulsun əbob. 2 üstü 2n 3 üstü n bərabərdir 33-ə. İndi baxaq. 2 üstü n ilə 3 üstü 2n. Bunların əkobu nəyə bərabərdir? Biri 2-nin qüvvətləridir, biri də 3-ün qüvvətləridir. Yəni onlar qarşılıqlı sadədir. 2-ni dəfələrlə öz-özünə vurursan, burada da 3-ü dəfələrlə öz-özünə vurursan. Heç birisi ortaq böləni yoxdur. Bu ancaq 2-yə bölünür, bu da ancaq 3-ə bölünür. Yəni 2-nin vuruqlarına, bu da 3-ün belə deyək də, qüvvətlərinə bölünür. Ona görə onlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Yəni 2 vur 2 üstü n vurulsun 3 üstü 2n. Əbobu isə 1-ə bərabərdir. Bərabərdir 33-ə. 2 vurulsun 2 üstü n. 3 üstü 2n'i 3-ün kvadratı 9 elədiyi üçün 9 üstü n yaza bilərəm. Çıx 3 bərabərdir 33-ə. Buradan 2 vurulsun 2 üstü n vurulsun 9 üstü n bərabərdir 36-ya. 2 üstü n'i 9 üstü n-ə vuranda alınır 18 üstü n. 36-nı da 2-yə böləndə alınır 18. Təbii ki, onda n də bərabər olur 1-ə. Bizə m üstəgən n cəmi lazımdır. N-imiz 1 olduğu üçün, m-imiz də 2n olduğu üçün m-imiz alınacaq 2. 2 və 1-in də cəmi alınacaq 3. Doğru cavabımız 3-ə bərabər oldu. 45-ə baxaq. 45-ci sualda m və n-i verib. Gəlin onu sadə vuruqlarına ayıraq. M bərabərdir. 4-ü sadə vuruqlarına ayırsaq 2-nin kvadratı 3 onsuz da sadə vuruqlarına ayrılmış formadadır. N-i sadə vuruqlarına ayıraq. 12, 2-nin kvadratı vur 3-dür. Qüvvətinə k yazsaq, 2-nin kvadratının qüvvətinə k yazanda olur 2 üstü 2k. 3-ün qüvvətinə k yazanda olur k. Aydındır ki, k burada natural ədəd olmalıdır. Nə natural ədəd qoyuruqsa qoyaq. Aydındır ki, burada 2 üstü 2k 2 üstü 2-yə bərabər və yaxud da ondan böyük olacaq. Biz də bilirik ki, 2 dənə 2-nin qüvvəti verilib.
Onların əbobunu tapanda biz kiçiyini götürürük. Yəni 2 üstü 2, 2 üstü 2k. Hansı kiçikdir? 2 üstü 2 kiçikdir. Yəni 2 üstü 2 ilə 2 üstü 2k-nın əbobu 2-nin kvadratına bərabərdir. 3 üstü k, 3 üstü k plus 2. Kiçiyinə bərabərdir 3 üstü k-ya. Demək əbobumuz 3 üstü k-dır. Bərabərdir 108-ə. Buradan 3 üstü k-nı tapmaq üçün 108-i bölürük 4-ə. 108-i 4-ə böləndə bizdə alınacaq 27. 3-ün kubu 27-dir. Demək ki, k 3-ə bərabərdir. M-i tapın. Gətirib M-də k-nın yerinə 3 qoyuram. 2-nin kvadratı vur 3 üstü 5. 2-nin kvadratı 4-dür. 3 üstü 5-də 243-dür. Demək ki, 243-ü vurmaq lazımdır 4-ə. O da edir 972. Doğru cavabımız alındı 972. 46 onun eynisidir. 47-yə baxaq. Yazıb ki, bizə bu ədədlər yazıldığı ardıcıllıqla artan ardıcıl natural ədədlərdir. Artan ardıcıl natural ədədlərdir deyir. Artan dediyi üçün siz buradan başa düşürsünüz ki, hər dəfə bunun üzərinə 1 gələndə bunu verəcək. Bunun üzərinə 1 gələndə də bunu verəcək. Yəni, qeyd edə bilərəm ki, 47-ci sualda 3n çıx 5-in, yəni belə eləyək, birbaşa bundan bunu əlaqələndirək, çünki ikisi də n-ə bərabərdir. Burada da n-dir, burada da n-dir. Burada isə m-dir. Bunu əlaqələndirməyək. Bundan bunu əlaqələndirək. Ardıcıldırsa üstünə 1 gələndə bu alınır, üstünə 1 gələndə də bu alınır. Yəni, üstünə 2 gələndə bu alınacaq. Ardıcıl gedir də, məsələn, 3, 4, 5. Demək, bu bundan kifayət böyükdür. Onda demək ki, bunun üzərinə 2 gəlsəm, alınacaq 2n üstə gəl 6. N-ləri bir yerə yığıram, 3n-dən 2n çıxıram n. 6 üstə gəl 5 çıx 2, bu da alındı 9. Demək, n-imiz 9-dur. Gətirib n-in yerinə 9 yazırıq. 9 vur 3, 27, çıx 5, 22. Demək, bu alınacaq bizdə 23, bu da alınacaq bizdə 24. Bizə lazımdır m və n. M-imizi tapmışıq, n-imiz 9-dur. Gəlin m-i tapaq. Əgər 4m çıx 1 biz tapdıqsa ki, 23-ə bərabərdir. Demək ki, 4m 24-ə bərabərdir. M 6-ya bərabərdir. M 6-dır, N 9-dur. Bu ədədlərin əkobunu tapanda əkob 6 və 9. Doğru cavabımız alınacaq 18. N-çiyə 48-i də şamildir. Ardıcıl cüt ədədlər olduğu üçün 2 artır. Demək ki, bunun üstünə 2 gələndə bu alınır, bunun üstünə 2 gələndə bu alınır. 4 vaid fərqlənir. Bu əsasla da gedib onu tapa bilərsiniz. Baxaq 49-cu suala. Deyir ki, əkob AB üstəgəl BA ilə M 154 M-ə bərabərdir. Ən kiçik AB ədədini tapın. Bizə deyir ki, bu cəm M natural ədədinin ortaq sadə vurğu yoxdur. Aha, əgər bu cəmlə M-in ortaq sadə vurğu yoxdursa, demək ki, onlar qarşılıqlı sadə ədədlərdir. Yəni, əkobu onların hasilinə bərabərdir. Yəni, AB üstəgəl BA vur M. Bərabərdir 154 M-ə. M-lər getdi. AB üstəgəl B-anı 10A üstəgəl B, 15 üstəgəl A kimi açsaq, alınacaq 11A üstəgəl 11B. Neynədik? Mərtəbə toplanlarını ayırdıq. Bərabərdir 154-ə. 11-ə bölsək, A üstəgəl B alınacaq 14. Bizə ən kiçik AB ədədi lazımdır. Aydındır ki, burada A və B rəqəmlərdir. Ən kiçik olması üçün B-yə 9 veririk. Onda A-ya da qalacaq 5. Yəni, ən kiçik AB ədədimiz alınacaq 59. 50 bu sualın eynisidir. 51-ci suala baxaq. 51-ci sualımızda da eyni qaydada vuruqlarını ayırmaq lazımdır. K kubu çıx 27-ni vuruqlarına ayıranda alınır K çıxılsın 3. K kvadratı üstə gəlinsin 3K üstə gəl 9. Burada da baxın, K kvadratı üstə gəl 3K üstə gəl 9. Demək ki, əvab olacaq bu. K kvadratı üstə gəl 3K üstə gəl 9. Yazıram. K kvadratı üstə gəl 3K üstə gəl 9. Bərabərdir nəyə? AK çıx 16-ya. Bizə deyir ki, bu tənliyin yeganə həlli var. Yazıram ki, K kvadratı üstə gəl 3K çıx AK üstə gəl 25 bərabərdir 0-a.
K kvadratı üstəgəl K-nı ortaq vuruq çıxartsaq 3 çıx A üstəgəl 25 bərabərdir 0-a. Nə zaman kvadrat tənliyin yeganə həlli olur? Diskriminant 0-a bərabər olarsa. Diskriminantımız necə tapılır? B kvadrat, yəni 3 çıx A-nın kvadratı çıx 4AC bərabərdir 0-a. Yəni 3 çıx A-nın mötərizə kvadratı bərabərdir 100-ə. Yəni 3 çıx A-nın mötərizə kvadratı bərabərdir 10-un kvadratına. Demək ki, 3 çıx A müsbət mənfi 10-a bərabərdir. Müsbət 10-a bərabər götürsək, A-mız mənfi 7 eləyir. Şərtdə yazıb ki, A-nın müsbət qiyməti. Demək ki, biz mənfi 10-a bərabər götürəcəyik. 3 çıx A bərabərdir mənfi 10-a. Buradan da A bərabər olur 13-ə. Demək ki, bizim A ədədimiz 13 imiş. Gətirib A-nın yerinə 13 qoyub K-nı tapa bilərik. A-nın yerinə 13 qoysaq, gəlin elə burada qoyaq. A-nın yerinə 13 qoysaq, alınacaq K kvadratı. 13 qoysaq, çıx 10K üstəgəl 25 bərabərdir 0-a. Buradan da alınır K çıx 5-in mötərizə kvadratı 0-a bərabərdir. K 5-dir. K-mız da məlumdur, A-mız da məlumdur. Yerinə qoysaq, A-dan K-nı çıxanda alınır 8. A ilə K-nı toplayanda alınır 18. Demək ki, 8 və 18-in əköbünü tapmalıyıq. 8 və 18-in əköbünü da tapanda, gəlin yazaq burada. Əköb 8, 18. 8 və 18-in də əköbü bilirik ki, 72-yə bərabərdir. Yəni, doğru cavabımız olacaq 72. Sualları həll etmək üçün yalnız zəbb və əköb bilgisi kifayət etmir. Müxtəsarma düsturu bilməlisiniz. Kvadrat tənliklər həll etməyə bacarmalısınız. Yəni, bilgilər burada çox olmalıdır ki, siz bunları həll edəsiniz. Kifayət qədər çətin tipli, maraqlı suallar var. 52. Demək, 15A bərabərdir 6B bərabərdir 8. Bu tipli suallarda biz demişdik ki, hər üçünün də ortaq bölənini tapmalıyıq. Daha doğrusu bölünənini. 15, 6 və 8-in ortaq bölünəni nəyə bərabərdir? Belə baxıram ki, 120-yə bərabərdir. Onda demək ki, A-mız olacaq 8K, B-miz olacaq 20K, C-miz olacaq 15K. Əköb A ilə B-ni toplayıram 28K. B ilə C-ni çıxıram 5K. Əbob C-dən A çıxırıq 7K. C ilə A-nı toplayırıq 23K. Surətdə 28 ilə 5-in əköbünü tapmalıyıq. 28 və 5-in əköbü qarşılıqlı sadədə olduğu üçün onların hasilidir. Yəni 140K. 7K və 23-ün əbobunu tapanda isə onlar qarşılıqlı sadədə olduğu üçün əbob olacaq K. Yəni doğru cavabımız oldu 140. Baxırıq 53-ə. Bizə deyir ki, 2A üstəgəl 3 və 3B plus 2 qarşılıqlı sadədədlərdir. 22A üstəgəl 19 bərabər 21B olarsa, A və B natural ədədlərinin cəmini tapın. Yazıram 53. Baxın, biz çalışmalıyıq ki, burada 2A üstəgəl 3 ilə 3B üstəgəl 2-ni əmələ gətirək. Necə eləyərəm? 22A-nın üzərinə nə gəlsəm, mən oradan ortaq vuruq çıxartsam 2A üstəgəl 3 alınır. Əgər mən istəyirəmsə ki, 22A-dan 2A üstəgəl 3 alsın, demək bunu 11-ə vurmalıyam. 11-ə vursaq nə alınacaq? 22A üstəgəlinsin 33. Gördünüz? Demək ki, bunun üstünə 33 gəlməliyəm. Bərabərdir. Bəs burada 3B üstəgəlinsin 2 ilə 21B necə əlaqələndirərik? Bunu da 7-yə vurmaq lazımdır. 7-yə vurubsaq, alınacaq 21B üstəgəl 14. Həqiqətən indi fikir verin. Biz 19-u, baxın, 33 ilə 14-ü çıxanda görün nə alınır? 19. Demək, mən 19-u necə yazdım? Mən 19-u 33 çıx 14 kimi yazdım. 33-ü 22A-nın yanında saxladım. 14-ü də apardım 21B-nin yanına. Nəticə etibarən belə bir şey alındı. Buradan 11 ortaq vuruq çıxardıram, qalınır 2A plus 3. Buradan da 7-ni ortaq vuruq çıxardıram, qalır 3B üstəgəl 2. Gördünüz? 2 dənə qarşılıqlı sadə ədədin hasili bərabərdir başqa 2 dənə qarşılıqlı sadə ədədin hasilinə. Bu o deməkdir ki, mütləq 3B üstəgəl 2 11-ə bərabər olmalıdır. 2A üstəgəlinsin 3 də 7-yə bərabər olmalıdır. Yəni yerlərini dəyişdirib verdik.
Buradan alınır 3B9'dur. Yəni B3'dür. Buradan alınır 2A4'dür. Yəni A2'dir. A və B-nin cəmini tapın. Doğru cavabımız olacaq 5. Yəni nə edirsiniz bu tipli suallarda? Səndə 2A üstə gəl 3 verib, misalda 22A'dır. Vur 11'ə. Sənə 3B üstə gəl 2-ni verib, misalda 21B'dir. Vur 7'yə. Sonra yaz. Onsuz da bilərəkdən sənə elə ədədlər verəcək ki, həmişə o şərtdə verdiyi natural ədədi parçalanmış olacaq. Və sən nəticə etibarı ilə həmin ədədi parçaladığın üçün nəticən dəyişməyəcək. Xüsusi bir şey eləməyinə ehtiyac qalmayacaq yəni. Ortaq vuruq çıxaracaqsan belə bir misal alınacaq. Onsuz da bu misala bilərəkdən elə verir ki, ədədi parçalayanda bu formaya gətirə biləsiniz. Artıq asan suallara çatdıq. Əbob M-in 20'dir. M-in 20'yə bərabər olması o deməkdir ki, həm M, həm də N ikisi də 20'yə bölünür. Onda belə çıxır ki, hər ikisi də 20'nin bölünənidirsə, belə çıxır ki, həmişə 4'ə də bölünəcək. 20'yə bölünən ədəd 3'ə bölünürmü? Həmişə xeyr. M və N ədədləri qarşılıqlı sadə ədədlər ola bilər. Əgər əbob 20 alınıbsa, heç vaxt qarşılıqlı sadə ola bilməz. Qarşılıqlı sadə olsaydı 20 alınmazdı, 1 alınardı. M və N ədədləri həmişə 10'a bölünür. Bəli, həmişə 20'yə bölündüyü üçün təbii ki, həmişə 10'a da bölünəcək. M ədədi və yaxud da N ədədi yalnız 2 fərqli natural qiymət ala bilər. Xeyr, 20'yə bölünən sonsuz sayda ədəd var. Mən burada sonsuz sayda qiymətlər verə bilərəm. İkinciyə baxaq. Əkobumuz 7'dir. A-nan D-ni silirəm. Əkobumuz 7-dirsə, deyir ki, M və N ədədləri həmişə 3'ə bölünür. Xeyr, həmişə 3'ə bölünməsi şərt deyil. M və N ədədlərinin həm də 3'ə bölünsə, əkob 7 eləməz. 3'ə bölünən ədəd alınır. Yəni 3'ə bölünürsə, demək ki, əkobu 3'ə bölünən ədəd olmalıdır. Amma əkob 7'dir, 3'ə bölünən ədəd deyil. Mümkün deyil ki, bu alınsın. Qarşılıqlı sadə ədəd ola bilər, bəli. 1 ilə 7 olsa qarşılıqlı sadə ola bilər. M ədədi və yaxud da N ədədi yalnız 2 fərqli natural qiymət ala bilər. İkinci bənddə M ədədi 7 ilə 1 ola bilər. N ədədi də 1 ilə 7 ola bilər. Yəni, mən M-ə verə bilərəm 1, N-ə 7, M-ə verə bilərəm 7, N-ə 1 və yaxud da ikisini də 7 verə bilərəm. Yəni, yalnız 2 fərqli natural qiymət ala bilər, doğrudur. Əbob M-in 15'ə bərabərdir. Əbob M-in 15'ə bərabərdirsə, demək ki, M və N hər ikisi də 15'in bölünənidir. Yəni, bəli, həmişə 3'ə bölünəcək. B bəndi. 55 onun eynisidir. 56. 56 üçün siz düsturu bilməlisiniz. Əbob AB-nin kvadratı bərabərdir A vur B böl C-yə. Bu düstura əsasən biz buradan A vur B-ni tapmaq üçün əbobun kvadratını C-yə vurmalıyıq. 6'nın kvadratını 4'ə vuranda 144 eləyir. Yəni B bəndi buraya aiddir. 4'ün kvadratını 4'ə vuranda 64 eləyir. A bəndi aiddir. Başqa onsuz da A vur B yoxdur. Amma promoy A vur B böl C var. 64. Demək ki, əbob 8'dir ki, kvadratı 64 verib. Doğru cavab burada da olacaq Y. Bəs əkobu necə taparıq? Əkobu tapmaq üçün əkobun düsturundan da istifadə eləmək olar. Eyni zamanda əkob AB vur əbob AB bərabərdir A vur B düsturundan da istifadə etmək olar. Yəni biz bu düsturdan istifadə eləsək ki, əkob AB ilə əbob AB-nin hasili bərabərdir A vur B-yə. Biz tapmışıq ki, birinci bənddə A vur B 144'dür. 6'nı nəyəsə vuranda 144 edirmi? Bəli, 24'ə vuranda 144 edir. Demək ki, C bəndi uyğundur. İkinci bənd üçün tapmışıq ki, A vurulsun B 64'dür. 4'ü 16'ya vuranda 64 eləyir. Uyğun yoxdur. Üçüncüsü üçün biz A vur B-ni tapmadıq, amma deyə bilərik də 64 vur 4. 256. Onda əbobumuz 8'dirsə, demək ki, əkobumuz da həqiqətən də 32 olmalıdır ki, vuranda 256 eləsin. Cavabımız hazırdır. 57 onun eynisidir. 58 çox asandır. AB-nin bölənidir. 59 da çox asandır. Vuruqları özü verib. 60 sadədir. 61 də çox sadədir.
62 aid yuxarıda dəfələrlə elədik. Yəni ortaq vuruq çıxardıb bir-bir əboblarını tapacaqsan, yəni eni tapacaqsan. Eni yerinə qoyandan sonra ədədləri biləcəksən, ona uyğun əkobu və ədədlərin cəmini tapa bilərsən. Yəni çox sadə sualdır o da.